علی فصاحت، علی بلاغت، علی کرامت مولا. Bir zamanı Bəni İsraildə o qədər günah eləmişdi. Öləndə anasına bir vəsiyyət elədi. Dedi, ana, mən çox xəbis adamam. Neçə dəfə Allahla tövbə elədim, tövbəmi sındırdım. Məriz oldu, getdi Peyğəmbərlərin birinin xidmətinə dedi, mərizəm, Peyğəmbər buyurdu, günah eləyirsən. Bəzi müşkilat insanın zindəcisində rişəsi günaha qəyirik. Və tövbə eləyəsən, istiğfar eləyəsən. Peyğəmbər buyurdu, da'ukumuz zunub, davaukum əl-istiğfar. Dərdləri günahdandır, dərmanı istiğfardır. Əstəğfirullah Rəbbi və tövbə. Əcibdir ha. Da'ukumuz zunub, davaukum əl-istiğfar. Bir dəfə bir nəfər mənə zəng vurdu, vəsəti kəlamda deyim. Zəng vurdu, dedi, ağa, xanımımın dişi ağrıyır. Dayı, nə qədər desin, düşdürə aparmışam, hara aparmışam, nə qədər əks götürmüşəm, hesabsız yetişmişəm. Amma axır nəticə bu olubdu, düşdürər deyib, gerək bunun təzayı dəhəni azdır, fəkki. Fişar gətirir dişləri bir-birinə. Gərək 3-4 dənə bu dişdən çəkər, yaz xəzası boşalsın. Nəzər veriblər. Sənin nə deysən mənə? Dedim, mən deyəm ki, onun dərmanı istiğfardır. Mah-ı Ramazan edir. Dedi, nə qədər istiğfar edir? Dedim, xanımın da 1000 dəfə istiğfar eləsin, sən də 1000 dəfə istiğfar elə. Süd vaxtında səhəri yedim, mənə zəng vurdu, filanı, neçə ilin dərdi əlvan sakin oldu. Bu qəziyyədən 3-4 ildir keçək asar-ı əzlər yoxdur. Da'ukumuz zunub, davaukum əl-istiğfar. Dedim, mərəzliyin ona xatibli günah eləysən, get tövbə elə, getdi tövbə elədi, mərəzi yaxşılaşdı. Dubara getdi, günah elədi, yenə mərəzi odət elədi. Getdi Peyğəmbərin xidmətinə, dedi, günah eləyibsən, get tövbə elə. Getdi tövbə elədi, yaxşılaşdı. Yenə 3-cü bar tövbə elədi, 3-cü bar günah elədi. Yenə getdi Peyğəmbərin xidmətinə, 4-cü bar Peyğəmbər dedi, Allah buyurur, daha şəfa vermərəm. Öləcək, ölsün. Cavan yəqin elədi, gəldi, ölək. Bir vəsiyyətnamə anasına yazıyıq, vəsiyyət eləyik. Ana, hey Allahla peyman bağladım, sındırdım. Bağladım, hey əhdi sındırdım. Əklun ki ölüyəm, Allahın məzərinə gediyəm. Qayb dünya əsbabindən əlim qət idi. Allah tövbəmi də qəbul eləmədi. Dedi, ölsün. Ana, öləndən sonra mənim başına bir ip salarsan, bu həyatda necə ki ölü iti fırrarlar, üzrə mütsəs batarlar. O cür məni fırrarsan bu həyatda, dərdi var. Şayət Allah mənə rəhm edir. Öldü cavan. Anası vəsiyyətinə mənə bir həlqə-i ifcurdadı, saldı cavanın başına. İstəydi çəkər, hatif qeybidən səs gəldi. Bəndəmin hürmətin sındırma. Bu atam mənim bəndəmdir. Hürmətin sındırma. Dəryayı məhəbbət və rəhmət-i pərverdigar-ı aləm coşşey. Allahla belə danış, məhəbbəti coşsun. Özü ərzə ver Allaha. Allahla danışanda mərhumi, uləmaların biri mərhumi Rəfi Qəzvini dünyadan gedəndə deydi, ilahi, la şey darət be suyi tu miyayət. Yəni mən puçam, bir ədəm gəlir sənə tərəf. Bu ədəmin əlindən tut kinən, mənim əlimdən tut kinən, bir la şey gəlir sənə tərəf. Sən gərək dəryayı məhəbbətinlə məni qərq eləyəsən, mənim bir şey yoxumdur.
عالم غرق محبت پروردگار عالم، اما انسان غرق رحمت خاصه پروردگار عالم. انسان نه ağacdır ki nəhayət himməti budur toprağa gedə, nə heyvandır ki nəhayət himməti budur yiyə çaq ola. İnsan bu aləmdə yey və içey Allah tərəfinə içməyə. Tamam mövcudatı aləmi də məhəbbəti ilə çəkib apara bilərsən Allahın qapısına. Həkim Səbzəvari məriz idi. Düşdür dedi Həkim Səbzəvari əcib bir şəxsiyyətdir ha. Uləma-i buzurg şiədəndir. Şərh mənzumə ki bəli fəlsəfədədir. Nivişte-i mərhum Həkim Səbzəvaridir və daha kitab-ı digər mərhum Həkim Səbzəvari yazıb bu. Əcayib ruzgardanmış, əcayib ruzgardan. O əzəmət elmi ilə Kirmanda gedib bir mədrəsədə qalıb tələbələrə xadim olaymış. Xadim tələbələr tanımaymış. Mədrəsədə kitabını oxuymuşlar. Ustad kitabını oxuyanda iştibah məna ilə quşədə oturub da özünü saxlaya bilmək. Ustad iştibah elədi, bunu bu cür məna ilə girəm. Ustad deyir, əcəb. Xadim fəlsəfə dandır. Sonra gələydik, xadim sən harada dərs oxuyursun? Balacıda bir həkim özüdür. Kitabı yazan. Yəni dünyadan boridə, dünyadan qırmış insanlar. Düşdür dedi, sənə lazımdır toyuq əti kəssinlər evdə xoruzdan, toğudan yiyəsən. Gəldi evə qızı dedi, icazə ver bir xoruz kəsim gətirim. Dedi, yox qızım kəsmə. Mən üçün xoruz kəsmə. Niyə ağa? Özümü qabil bilməyəm, bir dənə xoruz mənə xatır kəsirəm. Qabil bilməyəm. Dedim, ağa, məgər sən ət yeməysən? Sən özün ət yeysən? Dedi, axı qəssab əti mənə xatır kəsməyim, mənfəətinə xatır kəsir. Ona xatır yiyəm. O zihab ruh mənə xatır olmayım. Mənfəətinə xatır başın kəsir. Vəli sən istəysən bir dənə xoruzun başın mənə xatır kəsəsən. Dedim, ağa, sənin vücudunda məsiv istikmalı vücudusun teygilər. Dedi, qızım, mən bilməyəm, yəqinim deyir ki, mənim o qabiliyyətim ola, o heyvan mənim vücudumda kəmala çatır. Bunlar nə söz? Nə dastandır? Harada böyük?